Məhsulun şəklini internetdə fərqli göstərib, göndərəndə isə başqa mal göndərməyə və ya göndərəndə müştəri açır ki, başqa mal çıxıb onun içindən. Bu haram ticarət sayılır. Əlbəttə, bu da möhtərəm qardaşlar, o gətirdiyimiz məsələlərdən birisi də odur ki, yəni internetə şəkil qoyursan və sonra insana o təqdim edərkən başqa bir mənzərə ilə qarşılaşır. Görür ki, sənin qoyduğun başqadır və verdiyin, təqdim elədiyin başqadır. Və bu da qışdır. Allah Resulü sallallahu buyurur ki, "Mən qaşşənə fəleysə minnə." Kim qış eləyərsə bizdən deyil, bizim ümmətdən deyil. Qış nədir? Üstü örtülü yalan. Yəni hansı ki, sən onu göstərirsən, onu inandırırsan, cəlb eləyirsən və təqdim məqamı gələndə görür, alan müştəri başqa bir mənzərə ilə qarşılaşır. Onun da səbəbkarı sənsən. Ona görə buna diqqət etməliyik möhtərəm qardaşlar. Çünki bunlar hamısı bizim uduzmamıza səbəb olur. Bərəkətimizin, ruzimizin azalmasına səbəb olur. Və sonunda bir hədisi də xatırlayım. Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki: "İnnel abdə la yahrumur rizqa bi zənbin yusibu." Bir qul ona gələn ruzidən məhrum olur. Nə zaman? Bidənbin yusibuhu. Etdiyi günahının səbəbindən. Bir günah edir, o günahlardır saydığım hamısı. O günahı edir və gələn ruzinin qapısı bağlanır. Bəlkə sənə küllü miqdarda çoxlu ruzi gələcək. Və sən elə bil ki, o balaca bir ticarətində onun qarşısını alırsan. Hani düzgün olsan, o xırda ticarətində ola bilsin, düzgün danışdın sənə, onu almadılar səndən. Ancaq görəcəkdə bərəkət gəlir, ruzi gəlir. Ola bilsin o anda sən onu qazanmadın, ancaq sonradan onu Allah subhanahu wa ta'ala artıqlaması ilə sənə onun əvəzini verəcək. Necə ki, hədisdə də buyurulur ki, "Mən tərəkə şey'ən lillahi avvazahullahu xeyran minha." Kim bir şeyi Allah üçün tərk edərsə, Allah subhanahu wa ta'ala onu ondan daha xeyirlisi ilə onun əvəzini verər.